Bəh, həm isti, həm soyuq yeyilən, çox dadlı, çox ləzzətli əsil Gəncə dovğası hazırladım. Hazırlanması da çox rahatdır. İlkin olaraq bir stəkan yumru düyünü yuyub yumuşalana qədər bişirdim. Daha sonra 10 dəstə göyərtini soyuq sodalı suda təxmini yarım saat islatdım. Daha sonra soyuq suda yaxşı yuyub artıq suyunun axması üçün kağız dəsmalının üzərinə qoydum. Ən sonda göyərtiləri doğrayıb keçdim dovğanın hazırlanmasına. Bunun üçün bir balon kənd qatığını qazana əlavə etdim. Üzərinə 3 ədəd yumurta və 2 xörək qaşığı un əlavə edib yumurta çırpanı ilə yaxşı qarışdırdım. Yumurta və unu həll etdikdən sonra ocağa qoyub qatıq qaynara düşənə qədər taxta qaşığı ilə dayanmadan qarışdırdım. Qatıq qaynara düşən kimi üzərinə doğradığım göyərtiləri, öncədən bişirdiyim yumru düyünü və ən sonda duzu əlavə edib təxmini 1-2 dəqiqədə ocağın üzərində saxladım. Və budur, həmən o qatı, dadlı Gəncə dovğamız hazırdır. Dadlıdır, mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.